təbii ki, bir çox infeksiyanın qarşısını alır. Və daha sonra bir də önəmli nöqtələrdən biri də xəstəxanalardır. Təbii ki, təəssüf ki, bir çoxumuzun xəstəxanalara istər-istəməz yolu düşə bilir və siz xəstəxanalara girib çıxdıqdan sonra belə orada həmişə və xüsusən də COVID infeksiyasından sonra dezinfeksiya edici məhlullar olur. Onlar da heç olmasa heç bir şəraitiniz yoxsa yenə əllərinizi təmizləməyinizdə fayda var. Bütün bunları etsəniz, siz xəstəliklərin qarşısını böyük həcmdə alırsınız. Yox, və yaxud da əgər ona yoluxursunuzsa belə yüngül şəkildə o xəstəliyi keçirə bilirsiniz. Amma yenə də hər şeyi elədiniz tutaq ki və yenə xəstələnirsinizsə, bu təəssüf ki, belədir. Məsələn, mən videolarımda xəstəliklərdən danışıram və bəzən də çox danışıram o xəstəlik haqqında. Negativ fikirlər səsləndirirəm. Təəssüf ki, belədir. Xəstəliyin təbiəti negativdir. Amma bu o demək deyil ki, hər kəs bir xəstəliyi çox